Hər vaxtınız xeyir. Mən informatika müəlliminiz Zülfiyə Qəhrəmanova. Bugün sizlə Telegram kanalında printer məsələlərinə aid göndərdiyimiz quizin izahına baxacağıq. Başlayaq birinci sualdan. Sual şərtində bizdən soruşur ki, 40 səhifəli sənəd aşağıdakı parametrlər əsasında çapa verilərsə, çap üçün neçə A4 tələb olunur? Printer məsələlərinin izah videosunda da dediyimiz kimi, burada baxmalı olduğumuz birinci parametr sualın şərtində olan səhifə sayıdır. 40 səhifəli sənəd verilibsə, mən ilk olaraq baxıram ki, bizim bu sənədin hansı hissəsi çapa gedir? Birinci, baxırıq ki, 40 səhifəli sənədin all page, yəni bütün səhifələrini çap edir. Deməli, əlimizdə elə 40 səhifə var. İkinci, baxırıq ki, bir vərəqin üzərində neçə bölüb yerləşdirir. 46 yerə bölürsə, mən də 46-ya bölüb yuvarlaqlaşdırıram. Eləyir 6 onda neçəsə, bunu götürürük 7. Ondan sonra baxıram ki, bir üzlü çap olunur, yoxsa A4-ün hər iki üzünə çap edilir. Əgər bir üzlü çap olunursa 7-ni 1-ə bölürük və yaxud 7 olduğu kimi qalır. Ən sonunda 4-cü addımda gedib kopyanın sayına vururuq. Neçə dəfə çap edəcək bu 7-də? 3 dəfə. 7 vur 3 bizə lazım olan vərəq sayı A4 sayı olur 21 dənə. İkinci suala baxaq. 20 səhifəli sənəd aşağıdakı parametrlər əsasında çapa verilərsə, çap üçün neçə A4 tələb olunar? Bu dəfə sənədimiz 20 səhifəlidir. Baxıram yenə all page, bütün səhifələri çap edir. 20 səhifə var əlimizdə. İkinci baxıram 4 hissələrə bölüb. 20-ni 4-ə bölürəm, alıram 5. Üçüncü baxıram 200-lü çap edir bu dəfə, both side yazılıb. Deməli A4-ün hər iki üzündən istifadə edirsə 5-i bölürəm 2 yerə. 2-2 ayırıram. 2 onda 5 edir. Bunu da yuvarlaqlaşdırıb götürürəm 3. Ən sonunda 4-cü addımda da kopyaların sayına vururam. Bu 3-dən 4 dəfə çıxarır. Bizə lazım olan A4 sayı olur 12 vərəq. Üçüncü sualda. 30 səhifəli sənəd aşağıdakı parametrlər əsasında çapa verilir, yenə A4-ün sayını soruşur. Bu dəfə birinci addımda baxıram bütün səhifələrdir. Amma burada kiçik bir detal var, odd page. Biz mövzu izahında da demişik ki, odd tək səhifələrdir, even cüt səhifələrdir. Ona görə də bu 30 səhifədən tək olanları istəyirsə, 30-un yarısı, yəni 15 tək səhifəni nəzərə alırıq. İkinci addımda baxıram ki, 2-2 bölür hissələrə. 15-i 2-yə bölsəm 7 onda 5, bunu yuvarlaqlaşdırıb 8 götürürəm. Üçüncü addımda one side bir üzlü olduğuna görə 8 olduğu kimi qalır və ən sonda 4-cü addım olaraq kopyaların sayına vururuq. 8 vur 5, aldım 40 sayı. Növbəti sualda yenə 30 səhifəli sənəddir. Baxaq görək nə qədər A4 lazımdır. Bu dəfə birinci addımda baxıram ki, çap olunan səhifə aralığı hansıdır? 2-dən 15-ə, 20-dən 28-ci səhifələrə qədər. 2-dən 15-ə qədər olan səhifə nömrələrini bir-bir saymamaq üçün belə bir qayda demişdik. 15-dən 2-ni çıxıb üzərinə 1 gəlirəm. Eləyir 13 plus 1, 14. 14 səhifə birinci aralıqda, 20-28 aralığında isə 28 çıxılsın 20 plus 1. Burada da 9 səhifə. 14 ilə 9-un cəmi əlimizdə olan səhifə nömrəsi 23-dür. Yəni bizə verilən materialdan cəmi 23 səhifə çap olunur. Baxıram hər vərəqin üzərində bir səhifə çap olunur, 23 olduğu kimi qalır. Bir üzlüdür 3-cü addımda, yenə 23 olduğu kimi qalır. Kopyaların sayı 10 dənədir. Bu 23-dən 10 dəfə çıxarır, alıram mənə lazım olan vərəq sayını 230. 5-ci sualda 43 səhifəli sənəd bu dəfə. Baxaq görək verilən parametrlər nədir? Birincisi, bütün səhifələrdən bu dəfə even, cüt səhifələri çap edir. Əgər, məsələn, səhifənin sayı cüt olsaydı, 42 olsaydı, həmişə yarısı cüt, yarısı da tək olur. Buradan 21-i tək, 21 də cüt olur. Amma səhifənin sayı 43 olanda, tək rəqəm olanda, 42 olanda 21 tək, 21 cütdür. 43-cü vərəq özü təkdir. Ona görə 22 dənə tək, 21 dənə cüt səhifə olur. Məndən əgər cüt səhifələri soruşursa olur 21 dənə. İkinci addımda baxırıq ki, 16 bölüb yerləşdirirsə, cəmi mənə lazım olan A4 sayı 2 dənədir. 16-sını birinin üstünə yerləşdirir. Qalan əlimizdə qalan 5 vərəqi də digər vərəqin üzərinə yerləşdirir. 2A4 bir üzlü çap olunursa 2 olduğu kimi qalır. Ən sonunda gedib bunu kopyaların sayına vururuq. 2 vur 15, alıram 30. 6-cı sualda 12 səhifəli sənəddə yenə A4 səhifələrinin sayını soruşur. Birincisi, baxıram bu isə. Əgər bizdən yalnız ancaq cari səhifənin çap olunmağını istəyirsək, current page yazılıbsa, onda bizim digər parametrlərin heç birini baxmağımıza ehtiyac yoxdur. İndiki vərəqdən 5 kopya çıxarır. Cavabımız olur 5.
Deməli, current page yazılanda təkcə kopya sayına baxmağımız kifayətdir. 7-ci sualda 40 səhifəli sənəddə yenə A4-ün sayını soruşur bizdən. Birinci, baxıram bu hissəyə. 40 səhifəli sənəddən ancaq tək səhifələr çap olunur. 40-ın yenə 20-si təkdir, 20-si cütdür. Ona görə bizə lazım olan 20 cüt vərəqdir. İkinci addımda onu 4-4 hissələrə bölsək, 20 böl 4 alıram 5. Üçüncü addımda hər 2 üzünə çap olunursa 5-i 2-yə bölürük. 2 onda 5, bunu yuvarlaqlaşdırıb götürürəm 3. Ən sonda 4-cü addımda 3-ü vururam 8-ə, alıram 24 A4. Növbəti sualda 100 səhifəlik kitabdır, çap olunan A4 saylarının sayını soruşur. Lazım olan A4-ün sayını istəyir. Birinci baxıram bu hissəyə. 100 səhifəlik sənəd olmasına baxmayaraq bizə bir aralıq verib. 2-dən 18-ə olan nömrələr, bir də 20-dən 30-a olan nömrələr. 2-dən 18-ə olan 18-dən 2 plus 1 qaydasından tapılır. Alıram 17 səhifə. 20-dən 30-a olan 30 çıxılsın 20 plus 1. Burada da 11. Ümumi 17, 11 əlimizdə olan səhifə sayı 28-dir. Deməli 100 səhifəli kitabdan mənə lazım olan 28 səhifəsidir. İkinci addımda bu 28-i 16 hissələrə böləndə 16-sı birinci vərəqə, qalan hissəsi, qalan 12-si də ikinci vərəqə. Cəmi 2 A4 bizə kifayət edir. Üçüncü addımda bir üzlü çap olunursa 2 olduğu kimi qalır və dördüncü addımda 2-ni 4-ə vurub alıram yekun lazım olan A4-lərin sayını 8 vərəq. 9-cu sualda bu dəfə 20 səhifəlik sənəd. İndi burada diqqətli olmaq lazımdır. Çünki bizə verilən aralıq 5-dən 25-ədir. Amma bizə deyir ki, kitabda cəmi 20 səhifə var. Deməli, 21-dən 25 olan səhifələr yoxdur. Çap olunacaq hissə 5-dən 20-yə olan nömrələrdir. Bu hissədə olan vərəqlərin nömrəsi sayı 20-dən 5 çıxıb üzərinə 1 gəlməklə tapılır, olur 16 dənə. Cəmi əlimizdə 16 səhifə var. İkinci addımda baxıram, hər vərəqin üstünə 2 bölüb yerləşdirir. 16-nı 2-yə bölürəm, alıram 8. Bir üzlü çap olunursa 8 olduğu kimi qalır. Axırda da kopyalarının sayına vururuq. 8 vur 3, aldım 24. 10-cu sualda bu dəfə bizə şərtdə deyir ki, print only odd page əmri seçildiyi halda 40 səhifəli sənədin çapı üçün lazım olan A4 sayını müəyyən edin. Odd page bildiyi tək səhifələrdir. Bunu gedib nəzərə alırıq. İndi fikirləşirəm ki, birinci bu hissədə 3-9 aralığında və 20-dən 25 aralığında tək səhifələr hansılardır? 3, 5, 7, 9 birinci hissədə, 21, 23, 25 də ikinci hissədə. Deməli, cəmi əlimizdə olan tək nömrəli səhifələrin sayı 7 səhifədir. İkinci addımda hərəsini bir vərəqin üzərinə yerləşdirir. Elə 7, bir üzlü çap olunur 3-cü addımda. Yenə 7, ən sonda gedib kopyanın sayına vursam, 7 vur 4, alıram 28. Bəzən custom print hissəsində, yəni xüsusi səhifələr, nömrələr seçilən hissədə biz odd even əmrini orada görə bilmirik. Çünki burada yalnız onlardan biri. All page olanda odd even əmrini printer məsələsinin içində görə bilirik. Amma printer məsələsinin içində odd page, even page yaza bilmədikləri halda çaşdırmaq üçün bunu gedib sualın şərtində qoyurlar. Ona görə mütləq birinci sualın şərtinə diqqətlə baxmaq lazımdır. 11-ci sualda artıq sualların tipi dəyişir. Mənə deyir ki, çap edilən 5-ci səhifənin nömrəsini müəyyən edin. Burada da bilirik baxmalı olduğumuz əmr collated, uncollated məsələsidir. Collated olanda səhifələr ardıcıllıqla, amma uncollated olanda hər vərəqdən nüsxə sayı qədər çap olunur. Bunları printer məsələlərinin izahında aydın açıq demişəm sizə. Ona görə birbaşa sualın izahına baxaq. Birincisi bütün səhifələrdir. Sualın şərtində mənə səhifə nömrəsini demir. Bütün səhifələr çap olunduğuna görə elə ardıcıllıqla götürürük və buna görə fikirləşirəm ki, əgər kitabda olan səhifələr ardıcıllıqla çap olunursa, 1, 2, 3, 4, 5 və s. ardıcıllıqla gedirsə, çap olunan 5-ci səhifənin nömrəsi elə olmuş olur 5. Yox, əgər burada yazı collatedin yerinə uncollated olsaydı, onda bizim məsələdə birinci vərəqdən çap olunur kopya sayı qədər, yəni 5 dənə. Əvvəl 1-dən 5 dənə çap olunur. Sonra ikinci vərəqdən kopya sayı qədər 5 dənə çap olunur. Bu ardıcıllıqla kitabın son səhifəsinə qədər gedir. Əgər burada collated əvəzinə uncollated yazılsaydı, onda çap olunan 5-ci səhifənin nömrəsi olardı 1.
12-ci sualda sənədin çapı zamanı 10-cu səhifənin nömrəsini müəyyənləşdirin. Baxıram, bütün səhifələrdə uncollated olan rejimdə bu dəfə. Deməli, hər vərəqdən nüsxə sayı qədər davam edirik. Nüsxə sayı nə qədərdir? 3. Əvvəl birinci səhifədən 3 dənə, sonra ikinci səhifədən 3 dənə, üçüncü səhifədən 3 dənə, 4-dən 3 dənə və s. Bu qaydadan son səhifəyə qədər davam edir. Onda bizdə çap olunan 10-cu vərəqin nömrəsi olmuş olur 4. 13-cü sualda 10 səhifəli sənəddir. Çap olunan 5-ci vərəqin nömrəsini istəyir. Baxaq. Birincisi, bütün səhifələrdən even page, cüt səhifələri istəyir. 10 səhifəli sənəddən 2, 4, 6, 8, 10-cu nömrələr çap olunacaq, even dediyinə görə. Sonra da baxıram rejim nədir? Uncollated. Deməli, hər vərəqdən nüsxə sayı qədər çıxarmağa davam edəcək. Birinci vərəqdən nüsxə sayı qədər, yəni 2 dənə çap olunur. Sonra ikinci vərəqdən 2 dənə çap olunur. Üçüncü vərəqdən 2 dənə, dördüncü vərəqdən 2 dənə və 5-ci vərəqdən də 2 dənə çap olunur. Onda sualın şərtində məndən 5-ci səhifənin nömrəsini soruşurdusa, 5-ci vərəqin nömrəsi olur 6. 30 səhifəli sənəd çapa göndərilirsə, deyir çap üçün nə qədər A4-ə ehtiyac var. 30 səhifəli sənəddir. Bundan çap olunan səhifələr ancaq tək səhifələr olduğuna görə mən buradan 15 tək səhifəni götürürəm. Hər vərəqin üzərinə 2-2 bölüb yerləşdirirsən, 15-i 2-yə böləndə 7 onda 5 və bunu yuvarlaqlaşdırıb 8 götürürük. Yalnız bir üzlü çap olunur. 8 olduğu kimi qalır. Sonda da kopyanın sayına vururam. Alıram 32 A4 tələb olunur. 40 səhifə malik sənəd aşağıdakı seçimlər əsasında çapa verilir. Çap olunan 11-ci səhifənin nömrəsi neçə olur? 40 səhifəlik sənəddir. Bizdən çap olunan aralıq 3-dən 7-yə olan nömrələrdir. 3, 4, 5, 6, 7 və 8-dən 13-ə. 8, 9, 10, 11, 12, 13. Əgər rejim olaraq uncollated seçilibsə, biz yalnız kopya sayına baxmaqla davam edirik. 3-cü vərəqdən 3 kopya çıxarır. 4-cü vərəqdən 3 kopya çıxarır. 5-cidən 3 dənə. Bu ardıcıllıqla davam edir. Çap olunan 11-ci səhifənin nömrəsini istəyirdi mənə. 6-cıdan 3 dənə, 7-cidən 3 dənə. Bu qaydadan çıxarıb gedir ta 13-ə qədər. Çap olunan 11-ci vərəqin nömrəsi olmuş olur neçə? 6. Yaxşı, 16-cı suala gəldik. 25-ci səhifəlik sənəddir və çap olunan verilmiş fikirlərdən deyir hansı doğrudur. Ümumi bir göz gəzdirək 25 səhifəlik sənəd üçün və ondan sonra da gedib baxaq məsələdə variantlardan hansı doğrudur. 3-dən 9-a qədər olan nömrələr çap olunacaq, bir də 20-dən 25-ə qədər. Hər iki aralıqda olan nömrələri tapsaq, 9-dan 3 çıxıb üstünə 1 gəlirəm. 6 plus 1 7. 25-dən 20 çıxıb üstünə 1 gəlirəm, bu da olur 6. Cəmi 7 və 6 əlimizdə 13 səhifə var. Deməli, bizə verilən materialın 13 səhifəsi çap olunur. Uncollated olan rejimdə dəstələnməmişdir. Hər vərəqin üzərində bir səhifə çap olunur. Ümumi yenə 13. Kopyanın sayına vuranda 13 vurulsun 4. Onda olur bizdə çap olunan səhifə nömrəsi 42 səhifə. Gedək baxaq bizdən sualın variantlarında nə istəyir. Sənədin 25 səhifəsi çap olunur. Birinci verilən yanlışdır. Çünki 25 səhifəlik sənəddən yalnız verilən aralıq 13 səhifə çap olunur. Albom vərəqi rejimində çap olunur. Əgər portrait orientation yazılıbsa, bu kitab vərəqi istiqamətidir, dik formada. Bir də landscape orientation var. Bu isə bizə həmin verilənlərin, həmin sənədin albom vərəqi istiqamətində çap olunmasını göstərir. Həmin parametrin daxilindən biz iki istiqaməti təyin edirik. Ya kitab vərəqi istiqamətində və yaxud landscape albom vərəqi istiqamətində. Başqası deyir ki, A4 vərəqinin hər iki üzündə çap olunur, amma print one side yazılıb. Deməli, yalnız bir üzlü çap olunur. Sənədin əvvəlcə birinci vərəqi 4 nüsxə çap olunur. Uncollated olan rejimdə birinci vərəqdən 4 kopya, yəni birinci səhifədən 4 kopya çap olunur, sonra ikinci vərəqdən 4 kopya çap olunur. 5-ci də deyir ki, sənədin əvvəlcə 3-cü vərəqi 4 nüsxə çap olunur. İndi biz baxmalıyıq aralığa. 3-dən 9-a olan nömrələr çap olunursa, ilk çap olunacaq səhifə nömrəsi ilə 3-dən başlayır, 1-dən yox. 3-cü səhifə əvvəlcə 4 kopya, sonra 4-cü səhifə 5, 6, ta ki 9-a qədər.
Bundan sonra davam edir 20-ci səhifədən 4 nüsxə, 21, 22 ta ki 25-ə qədər. Yəni ilk çap olunan səhifə nömrəsi 1 olmadığına görə mən 4-cü veriləni yox, 5-ci veriləni doğru götürürəm. Burada nəzərdə tutduğu deyir əvvəlcə 1-ci vərəqdən 4 nüsxə çap olunur, sonra 2-ci və s. belə gedəcək. Amma bizdə məsələnin şərtində səhifə aralığı 3-dən başladığına görə əvvəlcə 3-cü kopyadan 4 dəfə çap olunur. 17-ci sualda 15 səhifəlik sənəddə verilmiş fikirlərdən deyir hansı yanlışdır? 15 səhifəlik sənəd isə verilən aralıqda bu 15 səhifə olmasını nəzərə alıram. Deməli, yanlış çap olunan nömrələr 2-dən 15-ə qədərdir. 2-dən 15-ə qədər olan səhifə nömrəsi 15 çıx 2 plus 1-dir. 13 plus 1 əlimizdə cəmi 14 səhifə var. Hər deməli vərəqin üzərinə 16 səhifə maksimum yerləşdirə bilir. Deməli, bu 14 səhifə ilə bir vərəqin üzərinə yerləşir. Lazım olan A4 sayı 1 dənədir. Bir üzlü çap olduğu kimi qalır və sonda da kopyanın sayına vursam elə bizə 4 dənə A4 vərəqi lazım olur. Bunu nəzərə aldım. Rejim uncollateddir. Ardıcıl dəstələnmiş formada çap olunur və portrait orientation'dır, yəni kitab vərəqi istiqamətində çap olunmalıdır. Bizdə deyir ki, verilmiş fikirlərdən hansı yanlışdır? Dəstələnmiş rejimdə çap olunur, düzdür. Sənədin 28 səhifəsi çap olunur, yanlışdır. Çünki verilən aralıqda 2-dən 15-ə qədər yalnız 13 səhifə çap olunur. Sənədin çap edilməsi üçün 56 yox, 4 dənə A4 vərəqi tələb olunur. Bu sualda 2 dənə yanlış variant var. İkinci və üçüncü hər ikisi yanlışdır. Sənədin son çap olunan səhifə nömrəsi 15 olur, çünki 2-dən 15-ə qədər aralıq çap olunur və sənəd bir üzlü one side olan rejimdə çap olunur. 18-ci sualda deyir, bu aralıqda səhifələri çap eləmək üçün print hissəsinə hansı üsulla yazmaq daha səmərəlidir, daha əlverişlidir. Baxıram ardıcılığa, 5-cidir, 9-cudur, sonra 15-dən 20-yə qədər ardıcılıqla gəlir. Bunları bir-bir yazmaqdansa yazaram 15-20 aralığı, bir də 31-dən 33-ə qədər 31-33 aralığı. Ona görə cavabı bu şəkildə götürürəm. Qısa, konkret, səmərəli yazmaq bizə daha çox sərf edir. 19-cu sualda 30 səhifəli sənədin çapı üçün yenə deyir, neçə A4 vərəqə tələb olunur. Bax, bu da imtahana düşən tip çaşdırıcı bir sualdır. Bizə custom print hissəsində 10 yazıb. Demir ki, sənədin ilk 10 səhifəsi çap olunur. Çap olunan təkcə 10-cu səhifədir. Yəni, əlimizdə bir səhifə var. Bu əslində current page-dən eyni anlayışdır. Sadəcə bizə konkret olaraq səhifə nömrəsini verib. 10-cu səhifəni yanlış çap edir. Hər vərəqin üzərində 4 səhifə yerləşdirə bilir. Bir üzlüdür ki, bunlara baxmağa artıq ehtiyac yoxdur. Bir səhifə çap olunursa, ondan kopya sayı qədər tələb olunur. Yəni, elə 4 səhifə. 4 A4 tələb olunur. 20-ci sonuncu sualda çap olunan 10-cu səhifənin nömrəsi bizdən soruşulursa, birinci baxırıq aralığa. Çap olunan nömrələr 2-dir, 4-dür, bir də 10-dan 16-ya qədər olan hissədir. Uncollated olaraq verilibsə rejim, hər vərəqdən kopya sayı qədər çıxarmağa davam edir. Əvvəl 2-dən 2 dənə, sonra 4-dən 2 dənə, 10-dan 2 dənə, 11, 12-dən 2 dənə, və s. Bu qaydanın sonunda 16-dan 2 dəfə çap edir. Əgər məndən çap olunan 10-cu səhifənin nömrəsini soruşursa, 2 dənə 2 var idi, 2 dənə 4, ondan sonra 2 dənə 10 gəlirdi, 2 dənə 11 gəlirdi, 12-dən 2 dənə, 13-dən 2 dənə, 16-ya qədər davam edirdi. 2, 4, 6, 8, 10. Çap olunan 10-cu səhifənin nömrəsi olur bizdə 12. Yox, əgər rejim olaraq collated verilsəydi, ona baxardıq ki, necə çap olunur. Əvvəl ikinci, sonra dördüncü, sonra 10, 11, 12, 13, 14, 15 və 16. Bu hissədə, yəni bir dənə tam sənədin çapında 2, 4, 6, 8, 9 səhifə var, düzdür? 9 səhifəni tam çap elədi birinci kopyada. Sonra keçir ikinci kopyaya. Yenə 2, 4, 10 bu formada davam edir. İkinci kopyanın birinci vərəqi bizdə çap olunan 10-cu səhifə olduğuna görə cavabımız o halda, collated verildiyi halda olardı 2. Amma bu sualın şərtində cavabımız olur 12. Ümid edirəm ki, sualların izahı sizə tam olaraq aydın oldu. Əlavə və hər hansı bir sualınız olanda həm qrupa, həm rəylər hissəsində yazıb soruşmaqdan çəkinməyin. Hamınıza bol uğurlar.